Salam hər kəs, Just Fight-a xoş gəldiniz. Sonunda UFC 15 turniri haqqında olan videonu təqdim edirik. Deməli, ilk öncə bir daha bütün rəhbərlik heyətini təbrik edirəm. Bu ölkədə gəncliyin doğru yöndə inkişafı üçün məncə mükəmməl addım. Uzatmadan keçin videoya. Bu gün döyüşlər haqqında ümumi fikirlər bildirəcəm və ən bəyəndiyim favorit 3 döyüş haqqında sıralayıb danışacağam. Açığı prelims kartda olan döyüşlərin heç biri məni həyəcanlandıra bilmədi. Məncə uşaqlar hələ yolun başlanğıcındadılar və xarici arenalar üçün tələsməsinlər. Kartda açılışı xanımlar eləyir. Düzünə qalsa mən xanımların idmanda olmaqlarını, özlərini müdafiə eləməyə öyrənməklərinə tam dəstək olsam da, amma gəlin səmimi olaq uşaqlar. Xanımların döyüşü əksər hallarda bizə sıxıcı gəlir. Buna görə bizi qınamayın, xahiş edirəm. Ancaq bu UFC kartında da belədir. Biz kartda qadın döyüşü gördükdə o tez bitsin deyə, yəni maksimum tez bitsin deyə hardasa dua eləyirik. Ona görə də xanımlarımızın döyüşünü izləmədim. Ümid edirəm məndən incimərsiniz. Yenə də gördüyünüz işdə hər birinizə uğurlar arzulayıram. Dayanmaq yoxdur. İdmanda qalın, sağlam qalın. Açığı prelims kart üçün deyəcəyim başqa bir şey yoxdur. Keçək əsas məsələyə. Əsas kartdan danışaq. Əsas kartda Yusif qardaşımızla Teymur arasında keçən döyüşdə Yusifin döyüş ağlından başqa maraqlı heç nə olmadı. Döyüş öz-özlüyündə çox sıxıcı idi. Yusif ayaq üstə döyüşdə narahat olduğuna görə rəqibi qəfəsə tərəf gəzdirib oradan yerə alırdı və yerdə rahat döyüşü idarə edirdi. Bu müsbət tərəfdir. Amma açığı yerdə aktiv deyildi, çox passiv qalırdı. Bu da istər-istəməz izləyicini sıxır. Sonra Namiq ilə Ədalət arasında 3 raund qırğın, gərgin döyüş gedir. Amma mənim səmimi fikrim odur ki, mən bu döyüşü də bəyənmədim doğrusu. Sonraki döyüş Tural Feyzullayev və Mehrab arasında olur. Mənə bir şey doğrudan çox maraqlıdır. Bu Tural qardaş ümumiyyətlə idmanla məşğul olubmu bundan əvvəl? Yəni məncə bu cür şeylər düşünürəm ki, çox mənfi təsir eləyir. Tam təcrübəsiz, özündən 2 dəfə böyük bir əmi ilə qarşılaşan idmançımız gələcəkdə böyük arenada təcrübəli idmançıya qarşı effekti ola bilməyəcək. Mehrab qardaşa baxan kimi təcrübəli olduğu və bu yolda peşəkar olmaq istədiyi bilinir. Ona özünə uyğun qarşılaşmalar seçib ölkə içində özünü ciddi mənada inkişaf eləməyinə kömək olmaq məncə daha yaxşıdır. Çünki kim bilir neçə ayda bu döyüşə hazırlaşır, amma qəfəsin içində heç tərləyə də bilmir. Hər ikisinə uğurlar. Sonra Fərhad və Ali arasında olan döyüşdən mən ümumiyyətlə heç nə anlamadım və demək istəyirəm ki, xarici ölkədə özlərini sınamaq fikirləri varsa, bir balaca təxirə salıb çox çalışsınlar. Amma o qəfəsdə ola bilmək cəsarət istəyir, ona görə də təbrik edirəm. Gecənin son döyüşü Həsən və Elmir arasında olur. Bildiyim qədər bu revanş döyüşü idi. Döyüşün tam da sıxıcıdır dediyim yerində Həsəndən gözlənilməyən nokaut gəlir. Güləşə girməyə göstərib, oradan sağ-sol bakava ilə üstünə gedir və rəqibi gözləmədiyi anda opşidən söndürür. Açığı mən Həsənin əllərdə döyüş stilini hardcore, nomad fight kimi liqalara yaraşdırdım. Bu haqda düşünülsə, məncə Həsən ölkə xaricində bizi gözəl təmsil edə bilər. Ciddi hazırlıq prosesi keçirilərsə təbii ki. İndi keçək Zurnanın zırt dediyi yerə, yəni top 3 döyüşə. Mən həyəcanlıyam, bilirəm siz də həyəcanlısınız. Deməli mən favorit üçlümdə 3-cü yerə qoyduğum döyüş Vasiflə Murad arasında olan döyüşdür. İkisinə də ürəkdən uğurlar arzulayıram və bu işdə daha ciddi olub, bu işi xarici arenalarda bizə göstərmələrini istədiyimi dedikdən sonra döyüşdən danışmaq istəyirəm. Texniki tərəflərdən danışsam, Muradın strikingi əslində Vasifə görə daha yaxşıdır. Yəni məncə bu işdə daha təcrübəlidir. Amma zərbələri Vasifə bir o qədər də təsir yaratmırdı. Amma Vasif güləşə meyilli döyüşsə də məncə zərbələri daha ağırdır. Beləcə biz həm ayaq üstə, həm yerdə maraqlı döyüş görə bildik. Amma döyüş oyununu düzgün qurmadığını düşündüyüm tərəf təəssüf ki, bu səfər Murad idi. Raundlar ərzində onsuz da 1-2 ehtiyac olmayan zərbələr atırdı. Ancaq 3-cü raundda uçan diz zərbəsini yoxlayanda alta düşür. 57-ci raundda belə bir səhv, nə bilim, mən heç anlamadım. Məncə heç olmamalıydı. Bu zərbədənsə güləşə özü girsə daha yaxşı idi. Və altdan qalxanda rəqibə arxasına dönüb qalxmaq istəyir. Rəqib də bunu doğru dəyərləndirir və döyüşü elə o pozisiyada saxlayır və bitirməyi bacarır. Hər nə olur olsun, biz rəqibə arxamızı dönməməliyik. Biz görmədiyimiz, amma bizi görən adama qarşı dezavantajlı vəziyyətdə olacağıq. Vasifi təbrik eləyirəm, amma Murad çox texnikalı və fiziki cəhətdən dözümlü qardaşdır. Bu yolda davam eləməyini istəyərdim. Top 2-də Şamil Adıbayev və Mankey ləqəbli Qadir qardaşımızın döyüşü oldu. Döyüşdə Qadirin təcrübəsi özünü müsbət mənada hiss elətdirir. Şamil də cəsarətli və təmkinli döyüşür. Döyüşdə heç-heçə qərar olur. Ancaq mən 1-ci və 2-ci raundlarda nisbi üstünlüyün Qadirdə olduğunu düşündüm deyə bu döyüşü Qadirin qazandığını fikirləşirəm. Və tam narazı qaldığım, ömür boyu şahidi olmadığım bir şey olur. 2-ci raundda Qadir Şamili yerə alır və ustalıqla onu yerdə kontrol edir. Və tutarlı zərbələrdən Şamilin qaşında açılma olur. Və anlamadığım səbəblərdən hakim döyüşü saxlayır və Şamilə həkim müdaxiləsi olur. Döyüşün ortasında. Yəni bu döyüşün ortasında niyə olur, mən həqiqətən başa düşmürəm. Və sonra döyüş həmin vəziyyətdə yox, ayaq üstə davam eləyir.
Düşünürəm bu döyüşün gedişatını da, nəticəsini də tam kökündən dəyişən nöqtə olur. Mən şəxsən anlamadım və fikrimcə bu doğru değildi. Mənlə razısınızmı, ya razı değilsizmi düşüncələrinizi şərh bölməsində yazarsınız. Çünki məncə döyüş o halda davam eləsəydi, Qadir yerdə Şamili texniki nokautla bitirərdi. Yəni böyük ehtimal belə olardı. Və gəldiyi döyüşün mənə görə ən super və gecəni həyəcanlandıran çıxışın Arzu Kərimov və Amil Mustafayev qarşılaşması. Mustafayevin ağzında maska ilə və seçdiyi mahnı ilə qəfəsə gəlişi onsuz da arenanı coşdurmuşdu və maraqlı bir şey görəcəyimizdən elə orada əmin olmuşdu. Döyüşə Arzu Kərimov ayaq zərbələri ilə start verir və zərbənin səsindən bilinir ki, Arzu qardaş çox sərt idmançıdır. Amil ilk ayaq zərbəsinə anında əllə qarşılıq versə də, daha sonra bir qədər bu zərbələrə sakit qalır. Yəqin ki, zərbələr biraz ağır idi ona görə. Və sonra növbəti bir ayaq zərbəsi gəlir. Ona sağ-sol kombinasiya ilə qarşılıq verir. Bu zərbələrdən biraz təsirlənən Arzu Kərimov nisbətən qəfəsin küncünə tərəf sıxılmağa başlayır. Mustafayev uçan diz yoxlayır və oradan ayağa girir. Yer almağı bacarır. Düzü mən belə bir takedown ilk dəfə idi görürdüm. Doğrusu uğurlu alınacağını da təsəvvür eləməzdim. Sonra yerdə olan rəqibinə çox sərt balta təpiyi və ardından bir əl zərbəsi endirir. Mənə elə gəlir döyüşün nəticəsi ilə burada əslində bəlli olmuşdu. Ancaq Arzu qardaş təcrübəli ad olduğuna görə özünü toplamağa çalışır. Arzu Amilin ayağından tutub özünə çəkməyə çalışır. Düşünürəm özünü doğruldub Amilin ayağını çəkib Amili yerə almağı düşünürdü. Bu pozisiyada mən Amilin ayağını geriyə çəkib rəqibi üstdən yükləməyini gözləsəm də Mustafayev tam fərqli bir qarşılıq verir. Belə ki, Mustafayev ayağını rəqibin boğazına tərəf gətirib yükləyir və oradan tək qolu ilə rəqibi boğmağa başlayır və rəqib təslim olur. Mənə elə gəlir ki, gecənin submission idi. Xarici döyüş liqalarında belə, hətta UFC-də belə mən bu cür bitiriş izləməmişdim. Bu gözəl döyüş üçün hər iki idmançıya dərindən təşəkkür eləyirəm və məncə Mustafayev bu işdə ciddi olmalı. Yəni açığı mən Mustafayevin xarici arenalarda bizim bayrağımızı rahatlıqla dalğalandıra biləcəyini düşünürəm. Hər birinizi uğurlar uşaqlar, dayanmaq yoxdur. Mənim fikirlərim bu qədər. Şərhlərdə öz fikirlərinizi yazın, dərdləşək. Özünüzə yaxşı baxın.